Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Məlum olduğu kimi bundan qabaq 2-3 videoda Vəhabilərin səhih kitablarından Ömər ibn Xəttab haqqında olan quluvlarını gətirmişik və göstərmişik ki, bunların Ömər ibn Xəttabı səhih mənbələrində gəldiyi üzrə sən demə Peyğəmbərdən belə sallallahu aleyhi və aleyh ağıllıymış və insanlara dinə daha çox ürəyi yanırmış və daha çox elmliymiş. Özləri də açıq-aşkar etiraf edirlər. Bir neçə ayə Ömərin təklifindən sonra endirilib. Ömər bir söz deyir, Peyğəmbər başqa söz deyir. Spor eləyəndə Allah Azza və Cəllə Öməri haqlı çıxardır. Baxın, Sahih-u Müslim adlandırdıqları bir kitab var. 31-ci hədisdə görün Əbu Hüreyrə nə deyir. Əbu Hüreyrə deyir ki, Peyğəmbər sallallahu aleyhi və aleyh mənə bir cüt ayaqqabı verdi, göndərdi ki, get bir divarın arxasında, məzmun bundan ibarətdir. Qabağıma çıxan şəxsi cənnətlə müjdələ. Hər kim qəlbində yəqin halda la ilahə illallah desə, onu behiştlə müjdələ. Və Əbu Hüreyrənin qabağına da ilk Ömər çıxır və Ömər soruşur ki, bəs niyə belə edirsən? Əbu Hüreyrə ilə danışandan sonra bir yumruq qoyur Əbu Hüreyrənin sinəsinə. Əbu Hüreyrə dalı üstə dəyir yerə. İndi əlbəttə Vəhabilərə siz desəniz, bunu da bir cür düzəldəcəklər ki, yox, bu yumruq siz bildiyiniz yumruqdan deyil, Allah Ömərdən razıdır, ağamız, Mövlamız Ömər, Allah ondan razı olsun, ağamız, Mövlamız Əbu Hüreyrəyə, Allah ondan razı olsun, bir yumruq qoyub, o da Allah ondan razı olsun, dalı üstə deyib yerə. Siz bunun hikmətini bilə bilməzsiniz, bu yumruqda başqa hikmətlər var, bu dalı üstə deyməkdə başqa mənalar var, rafizlər bilməzlər və s. başlayacaqlar vəziyyətdən Öməri çıxarmağa. Axı, sahabəyə güldən artıq söz demək olmaz. Ömər isə bir yumruq qoyur, sahabə dalı üstə dəyir yerə. Neysə, bu sahabə Əbu Hüreyrə qayıdır Peyğəmbərin yanına, Peyğəmbər soruşur ki, bəs nə oldu? Ömər gəlir, Peyğəmbərə deyir ki, ya Rasulullah, sən belə bir söz demisən, Əbu Hüreyrəni yollamışsan. Peyğəmbər də deyir ki, bəli. Deyir, qalə nəam. Peyğəmbər dedi ki, bəli. Qalə fələ təfəal. Ömər Peyğəmbərə nəhy edir, çəkindirir. Yəni, bir var əmr edirsən, ifəal, et belə. Bir də var, lə təfəal, çəkindirirsən, qadağan edirsən. Lə təfəal, etmə belə. Demir, ya Peyğəmbər, məncə belə olsa belə olar, bəlkə belə eləyək, bir fikirdir də mənim zehnimə gəlib, bəlkə indi mənim sözüm daha dəqiq olar, deyir, yox, fələ təfəal, belə eləmə, nəhi, qadağan, əmr edir. Bilmirik, Peyğəmbər Muhammeddir sallallahu aleyhi və aleyh, yoxsa Ömərdir. Fə inni əxşə əyyətəkilən nəsu aleyhə, yaxşı, niyə etməsin belə? Deyir ki, mən qorxuram ki, insanlar bunu arxayın olarlar. Elə rahatdır da bir dənə la ilahə illallah deyir, ged otur behişdə. İnsanlar buna arxayın olarlar. Fəxəllihim ya'malun. Onları boşluğa qoy gedib əməl etsinlər. Yəni la ilahə illallahla kifayətlənməsinlər. Getsinlər, əməl etsinlər, cihada gəlsinlər, namaz, zəkat versinlər və s. Deməli Ömər Peyğəmbərdən ağıllıymış. Vəhyə bağlı olan bilinmir kimdir. Peyğəmbər nə deyir bunun müqabilində? Deyir ki, qalə Rasulullah sallallahu aleyhi və aleyh fəxəllihim, boşda onları. Elə söhbətlər edir ki, adam təəccüblənir, öz-özünə deyir ki, subhanallah, məgər bu din ola bilər? Yəni, insanı bu qədər şişirtmək, onlar haqqında bu qədər xuluv etmək nə deməkdir? Yəni, Ömər dedi və salam, söhbət bağlandı, Peyğəmbər də razılaşdı. İndi təsəvvür edin bir anlıq bu sözü biz deyirik. Buxarıda yox, Müslimdə yox, Bihar-ül-Ənvarda gəlib, Vəsail-i Şiədə gəlib, və sair kitablarda, Şiə kitablarında, Usul-u Kəfidə gəlib ki, İmam Əli əleyhissalam gəldi Peyğəmbərə dedi ki, belə etmə. Mən qorxuram, onlar arxayın olarlar və əməl etməzlər. Boşda qoy, əməl etsinlər. Peyğəmbər də deyir ki, boşda qoy, əməl etsinlər. Gör, indi bunu biz desəydik, nə qiyamət qopardı. Yəni, sizin kitablarınızda Peyğəmbər, nəuzubillah, Ömərin yanında alçaldılır, Ömərdən aşağıdır, Ömərin ağlı Peyğəmbərin ağlından üstündür. Siz nə gəlib bizə xuluvdan danışırsınız? Bizim heç bir alimiz, heç bir kitabımızda, heç bir imamımız gəlib Peyğəmbərə nəuzubillah ağıl öyrətməyib. Özlərini Peyğəmbərin tələbəsi, Peyğəmbərin nurundan bir parça hesab eləyiblər. Amma gör, bunların kitablarında, səhih kitablarında gör nə keçir. Sonra gəlirlər bizə deyirlər ki, xuluv var sizin kitablarınızda. Halbuki biz dəfələrlə demişik, gəlin, oturaq, araşdıraq, görək xuluv nə olan şey, nə hətta olmalıdır. Yəni, xuluvu sən mi təyin edirsən? Yaxşı, o xuluvdur, bu xuluv deyilmi? Bu şişirtmək, daha çox fəzilət vermək, həddi aşmaq deyilmi?
Yəni deyilsə onda quluv nədir? Sən nəyə isnad edirsən, əsaslanırsan quluv deyəndə? Niyə sizin kitablarınıza gələnlər quluv deyil, amma bizim kitablarımıza gələnlər quluv sayılır? İndi təsəvvür elə bizim Şiə aqidəsinə görə İmam Əli əleyhissalam siddiqdir. Ən doğru danışan, hər zaman doğru danışandır. Əs-Siddiqul Əkbar. Ən əzəmətli, ən böyük doğru danışan şəxs. Amma İmam Hüseyn əleyhissalam Allah övliyası arasında peyğəmbərlə vasitə olmadan, peyğəmbərin vasitəsi olmadan birbaşa Allahla danışan bir şəxsdir. Gəlirlər deyirlər ki, bax quluv. Hətta aşırırsınız, həddindən artıq şirkirsiniz peyğəmbərin vasitəsi olmadan Allahla danışan bir şəxsdir, Allahdan vəhy alır, onda peyğəmbər nəyə lazımdır? Yaxşı, onda quluvu təyin eləmək lazımdır, quluv nə olan şeydir? Elə sənin ağlıva bu yatmır, zehnivə bu gəlmir, qəlbivə bu yatmır, bunu quluv hesab edirsən, yaxşı, və söz kitablarınız haqqında nə deyirsiniz? Bunlar sizin kitablarınıza gəlib baxın. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin. Sizin kitablarınız elə küfür şeylər danışırlar ki, elə küfür iddialar edirlər ki, bu heç vaxt İslamdan ola bilməz. Müsəlmanlar arasında ikinci ən fəzilətli sahabə Əbu Bakr radiyallahu anhudan sonra fəziləti barədə Peyğəmbər sallallahu aleyhi və səlləm görün nə deyir? Deyir ki, əgər məndən sonra Peyğəmbər gəlmiş olsaydı, Ömər olardı. Başqa bir hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey Xattabın oğlu, həqiqətən şeytan səni gördükdə yolunu dəyişib başqa yolla get. Baxın, şeytan da ondan çəkinir. Bilir ki, Ömər radiyallahu anhu şeytan və şeytan kimilərlə oturub durmaq istəmir. Onları yaxına buraxmaq istəmir. Həmçinin hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, haqq Ömərin dili ilə nazil olur. Nə demək istəyir Peyğəmbər sallallahu aleyhi və səlləm? Demək istəyir ki, Qurandan bir neçə ayə məhz Ömər radiyallahu anhunun təklifindən sonra o təklif etdiyi kimi nazil olur. Quran-ı Kərimdən 6 ayə, şərab ayəsi, hicab ayəsi, fidyə, İbrahim əleyhissalamın namazgah, məqamını namazgah etmək ayəsi və s. Məhz Ömər radiyallahu anhunun təklifindən sonra ayə olaraq nazil olub. Belə. Allah uzaq eləsin. Qulu etməkdən.